Gülnaz. Kimdi o? Adı nedir onun? Cumbuluk. Cumbulu. Cumbulu kimle gedir? Babayla. Hara gedirlər? Meşeye. Meşeye gedirlər. Çevir verək. Ne deyir baba Cumbuluya? Ağacın altında ot. Sonra? Cumbuluk ama ağacın üstünden çıkır. Bəs ağac ona nə deyir? Ay Cumbuluk, mənə çıxma, mən çox hündürəm. Hündürəm. Hündürəm, yıxılarsan. Bəs Cumbulu sözünə qulaq asır? Yox, Nə edir? hələ çıxır. Hələ çıxır. Kim gəlir? Alı. Alı deyir ki, ay Cumbuluk, çıxma oraya, yıxılarsan. Aferin. İncilər. Bəs Cumbulu sözünə qulaq asır arının? Yox, Nə edir? hələ çıxır. Hələ çıxır. Sonra kim gəlir? Köstəpək. Köstəbək gəlir. Köstəpək deyir ki, Cumbuluk, oraya çıxma, yıxılarsan, incilər. Sonra nə olur? Sözünə qulaq asmadı. Sözünə qulaq asmadı. Sonra nə olur? Hansı quşdur o? Adı nədir onun? Ağac dələn. Ağac dələn belə eləyir. Sonra Köstəpək deyir. Ağac dələn Cumbuluya nə deyir? Oradan düz yıxılarsan. Qulaq asır Cumbulu onun sözünə. Ya, Axırda kim gəlir? Sağsağan. sağsağan. Sağsağan gəlib nə deyir? Sağsağan qışqırır ki, Cumbulu ağaca çıxır, yıxıla bilər. Bunu kim eşidir? Baba. Baba eşidir. Nə edir baba eşidəndə? Götürür evə apayım. Evə aparır. Aferin.